Aldığımız son dəqiqə xəbərinə görə Ana Vətən Partiyasının sədri deputat Günay Ağamalı mərhum atası Fəzail Ağamalının rəhmətə getməsinin 7-ci günündə öz köməkçisi Pərviz Mirzadəni şillə vuranlarına döydürüb. Bölgə TV xəbər verir ki, bu barədə Fakt Xəbər sosial şəbəkə hesabında məlumat verib. Məlumatda daha sonra deyilir: əvvəlcə şərlənməyə məruz qalan Pərviz Mirzadənin üstünə sonradan hücum olunub. Özləri hücum etmələrinə baxmayaraq köməkçini şərləməyə başlayıblar. Deyilənə görə deputatın qışqırığına partiya qərargahının binasında hər kəs çölə çıxıb. Hörmətsiz adamlarla mənimki tutmaz deyib ayrılmaq istəyən deputat köməkçisi Günay Ağamalının güya arxasıca danışmaqda və Fəzail Ağamalıya öləndən sonra rəhmət yazmamasında günahlandırılıb. Halbuki Pərviz Mirzadə könüllü olaraq partiyadan və köməkçilikdən çıxmaq istədiyini dilə gətirib və çıxacağını Milli Məclisdəki həmkarlarına öncədən məlumat verib. Süni intellektlə yazı yazan Günay Ağamalıya Pərviz Mirzadə kimi savadlı kadrlar sərf etmir. Pərviz Mirzadə ölkədə siyasi proseslərin şərh edilməsi üçün ən çox ehtiyac duyulan ekspertlərdəndir.